Azərbaycan, çıraqların gür yansın, xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın, yolun haqdır, gözün toxdur millətim. Həqiqətə ölüm yoxdur millətim. Üzərindən qara yellər əsməsin, ana yurdum Azərbaycan elləri qapınızdan şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin, ana yurdum Azərbaycan torpağı bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı, dalğalansın Türk Turan bayrağı. Azərbaycan ilk qadın xalq şairi Mirvarid Dilbazi, əziz tədbir iştirakçıları, hər birinizi Mirvarid Dilbazi Poeziya Məclisi adından salamlayıram və hər birinizə bir-bir təşəkkür edirəm ki, həm Nəsib Abidin, həm də təşkilatımızın dəvətini qəbul edib gəlmisiniz. Var olun. Bugün Nəsib Abidin əsrimizin şairləri ədəbi düşüncələr 2 hissə kitablarının və Səringül Sadə və onun söz dünyası kitablarının təqdimatıdır. Hamımız adından təbrik edirəm. İlk kitablarıdır, ilk təqdimatıdır. Əlbəttə ki, çox böyük qələm sahibi üçün müjdədir, sevincdir. Qələmi hər zaman yazar olsun. Mən vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda qanından canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi tövsiyə edirəm. Rəhmət sizə ey şəhidlər, yurd uğrunda şirin candan keçənlər. Azərbaycan möhtəşəmdir gür səsin, əysilməsin üstümüzdən nəfəsin, bu torpağa vətən deyən hər kəsin, şəkər-şəkər dillərindən öpürəm. Qarabağa həyat verdi bu haqqan, gəlib çatdı gözlənilən bu xoşan, bu torpağa igid doğan, doğan, anaların əllərindən öpürəm. Müəllif Ayaz Arabaçı. Mənim əzizlərim, bugün mən deyərdim Nəsib Abidin günüdür. Ona görə də ilk sözü elə Nəsib Abidə vermək istəyirəm. Ondan sonra tədbirimizə yenə davam edirik. Buyurun Nəsib. Bu gün mənim üçün ən xoş gündür. Mən burada söz adamlarının qarşısında çıxış eləməyi özüm üçün şərəf hesab edirəm.
Söz dünyası çok böyük dünyadır. Burada söz dünyasının nəhəngləri oturub. Burada əsrimizin söz adamlarının gələcəyə saldığı yolun bir çeyrəyini türklər demişkən başa vurmuşuq. Biz elə bir əsrdə yaşayırıq, azad bir əsrdə yaşayırıq. Bu azad yaşamaq əsrinin başlanğıcını qoyan bizim ulu öndərimiz Heydər Əliyevdir. Heydər Əliyevin ruhu qarşısında mən baş əyirəm. O bizim üçün böyük bir miras, böyük bir müstəqil dövlət qurub getdi. Onun siyasətini davam etdirən hörmətli prezidentimiz İlham Əliyev cənablarının da bu gün apardığı, yürütdüyü siyasət bizim xalqımızın gələcəyini, xoşbəxt gələcəyini qurur. O xoşbəxt gələcəyinin qurulmasında bizim söz adamlarımızın böyük xidməti var. Söz adamlarımızı birinci qapını açan ulu öndər Heydər Əliyev oldu. Yəni, senzuranı ləğv elədi. Birinci növbədə senzuranı ləğv elədi. Heç kəs dövlətin sifarişi ilə yazılır. Hər kəsən öz qəlbinin istəyi ilə yazır. Mənim əsrimizin şairləri layihəsini imza atarkən, başlayarkən 22-ci ildə mən onu nəzərdə aldım ki, bu gənc yazarları tanımasam da bizim sosial mediadan istifadə edərək şairləri tanımağa başladım. Mənim söz adamları haqqında söylədiyim fikirlər əsla ədəbi tənqid deyil, bu ədəbi təhlildir. Bəzi adamlar məni təhrik edirlər ədəbi tənqidə. Ədəbi tənqid ədəbiyyat fakültələrində, ədəbi kafedralarında aparılan müzakirədir. Ədəbi tənqidin faydaları çoxdur. Amma ədəbi təhlil şairi qabağına heç bir əngəl qoymur. Onu xalqa da tanıdır. Mən də bu şairləri tanımadan, bilmədən onların adını əbədləşdirmək istədim. 2 cildli kitabım, birinci cildində 125 şairi, ikinci cildində də 125 şair əhatə olunub. Çox təəssüflər olsun ki, o daha artırmaq mümkün olmadı. Eyni zamanda həmin kitabların içərisində bizim yazar jurnalistlərimizin, həkimlərimizin, müəllimlərimizin də adları keçir. Çox təəssüflər olsun ki, bu kitabı haqqında məlumatı olan bəzi şairlərimiz öz dünyasını dəyişdi. Damət Rəhimliyə, Kamal Aşırova Allah rəhmət eləsin. Bu kitab haqqında onların məlumatı vardı. Sizə uzun ömür arzulayıram. Sizin qələmiz kəsərdən düşməsin. Yeni yaradıcılıq uğurları arzulayıram. Birinci növbədə məni sahib bura gəldiyinizə görə bu tədbirdə iştirak elədiyinizə qarşı sizin başınıza baş əyirəm. Allah sizi var eləsin. Mən inanıram ki, gələcəkdə siz daha da ciddi cəhdlə əsərlər yazacaqsınız. Elə şairlər var ki, burada iştirak edir, hələ kitabı yoxdur. Bəzi sıxıntılar var, o sıxıntılar da aradan götürüləcək. Mən özüm də elə bu kitabı çap elətdirərkən çox çətinliklər çəkdim. Amma buna baxmayaraq mən öz iradəm üzərində durdum və o kitabı araya ərsəyə gətirdim. Bu kitab Milli Kitabxanaya 3 nüsxədə təqdim olundu. Sonra Dövlət Prezident Kitabxanasına təqdim olunub rəsmi şəkildə. O kitabı arayıb axtaranlar, o müəlliflərlə tanış olmaq istəyənlər o kitabdan faydalanacaqdır. Bir daha sizə buraya gəldiyinizə görə xoş gəldin deyirəm. Allah sizi var eləsin. Məni sahib gəlirsiniz. Sözə qiymət verənlərin mən burada çoxlarını görürəm. Mən burada o qədər xoş üzlər görürəm. O qədər sizin içərisinizdə istedadlı insanlar vardır. Onları gələcək nəsli tanıdacaq, öyrənəcək. Eləsi var, böyük əsərləri var. Hələ də kitabı görür. Məsələn, Fəxrəddin Əliyev. Burada şeirimizin mojikanı əyləşib. Bizim Nazim Hikmət kimi dahimizin Azərbaycan variantı Qəşəm Nəcəfzadə. Buraya gəldiyinə görə ona xoş gəldin deyirəm. Əl Yusuf gəlib. Hamısının adını çəkə bilərəm. Amma istəyirəm ki, indilik olmasın. Xoş gəl. İlham Qazaxlı gəlib. Qadın şairlərimizdən brilyant, Xatirə Xərəzli, Könül Fikrətli. Mən Könül Fikrətliyə çox minnətdaram. Mən rayonda ola bəzi texniki məsələləri o həll edir. O göstərişlərindən mən çox faydalandım. Çox sağ olsun Könül xanım. Bu kitabın əziyyəti, araya ərsəyə gəlməsində çox böyük rol oldu. Allah onun canını sağ eləsin. Bir bacı kimi, bir həmkar kimi mənə dəstək oldu. Var olun. Burada mən bir şey xatırlatmaq istəyirəm ki, kitabın redaktoru olmuş Nəcibə İlkin xanım imkanı olmadı gəlməyə. Ona da öz təşəkkürümü verirəm. O da kitabın araya ərsəyə gəlməsində çox böyük oldu. Sonra mənim məqalələrimə böyük yer verdiyinə görə Telli xanım Orsalıya da öz təşəkkürümü bildirirəm.
Məni tanıyanlar bilirlər mənim sadəliyimi. Mən heç də təkəbbürlü bir insan deyirəm. Şəxsiyyətindən asılı olmayaraq, onun yazısına, əsərinə qiymət verirəm. Elə əsərlər, bəzən elə əsərlər olur ki, bir dənə şeir üzərində mən öz fikrimi oxuculara çatdırmaq istəyirəm. Amma elə şairlər var ki, onun şeirinə baş vuranda çıxmaq olmur, valla çıxmaq olmur. Elə gözəl şairlər var ki, burada Əli Yusifdir, Qəşəm Nəcəfzadənin mən təzə kəşf eləmişim. O bir məktəbdir, həqiqi mənada. Fəxrəddin Əliyev, Fəxrəddin Əsədoğlu Qacar daha doğrusu. O gözəl də bir imza götürüb, Qacar nəslindən gəlib. Əsli Təbrizdəndir, Ulu Öndər, Böyük Ağa Məmməd Şah Qacarın nəslindəndir. O qədər elmi əsərlər yazıb ki, elmi əsərləri bir tərəfə buraxıb, bədii yaradıcılıqla məşğul olur. Bir də xahiş edirəm çoxdur, mən unutdum. Məni təbrik edən adamlardan biri də Borçalı elimizin böyük oğlu Mehdi Qurbanov. Ədəbi təxəllüsü arıqlıdır. O yaşlı bir insandır, 75 yaşı var. Onunla mən sanatoriyada görüşmüşəm. Onun 5 dənə bədii kitabı, 4 dənə fizikaya aid kitabları var. Fizika elmləri doktorudur, professordur, o gələ bilmədi. Amma onun səs yazısı var, imkan yoxdur onu oxumağa. Buradan Mehdi müəllimə də öz təşəkkürümü bilirəm ki, o ürək sözlərini yedi. Mənim xarakterimi o gözəl öyrədi. Yoldaşlıq edəndən sonra bilirsən də bu insan necədir. Mən özümü tərif edirəm. Jurnalistlərin içərisində Tahir Süleyman həm də mənim tələbə yoldaşımdır. Elbəyi Salmanov da buradadır, Xanoğlan Əhmədov da buradadır. Sonra mənə bu kitabın çap olunmasında böyük motivasiya verən şairlərdən biri oturub burada, İmran Güllüqulaqlı. Ona öz təşəkkürümü bilirəm. Əroğluna öz təşəkkürümü bilirəm. O da bizim çox ləyaqətli şairlərdir. Özü baxmayaraq hüquqşünasdır. Şairlik böyük məsləkdir. Şairlik məsləkini başqa işlə məşğul olan ulu şairimiz Məhəmməd Hüseyin Şəhriyar bankda adi bir maliyyə işçisi olur. Amma onu heç kəs maliyyə işçisi kimi tanımır. O, deməli, böyük ustad şair kimi tanınır. Bizim şairlər bizdə öz çörəklərini qazanmaqdan ötürü müxtəlif yerlərdə işləyə bilər. Mənim tələbə yoldaşlarımdan burada iştirak edənlər var. Onlara da onların da adını çəkməsəm mən yararım. Həm şair, həm də tələbə yoldaşım Rəfail Həbboğlu'na öz minnətdarımı bildirirəm, buradadır. Kifayət müəllimiyə öz təşəkkürümü bildirirəm, o da buradadır. Bəzi şeylər, sonra Züleyxa bacıma öz təşəkkürümü bilirəm İbrahimov. Onu bacısı ilə bir yerdə oxumuşam. Məni sahib gəlib o da Züleyxa xanım. Çox böyük poeziya qurğunudur. Yadımdan çıxan sözlərə görə bağışlayın. Mən çox belə rəsmi yerlərdə iştirak eləməmişəm. Burada bizim Xanzadə şairimizdə oturub, o da yaddan çıxmasın. Elmirə xanım, Elmirə Tomru Sultandır. Mənim sifarişimlə o Xudafərin poemasını yazdı, Xudafərin poeması. Sonra mənim ən böyük dəstəkçim olan Sərimli Sadə xanım öz minnətdarlığımı bildirirəm. Mirvari Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlıya da mən öz təşəkkürümü bilirəm. O qədər gözəl əsərlər yazır ki, mənim də məclisim onu aparmaq qismət oldu. Çox sağ olun Güllü xanım, Allah sizi var eləsin. Burada gələ bilməyən İladi Öməroğluya da öz təşəkkürümü bildirəm. O da böyük şairlərimizdən biridir. Çox təəssüflər olsun ki, belə gözəl şairlərdən elələri var ki, onlar nəinki Yazıçılar İttifaqının üzvü qəbul edilməyiblər. Bu məsələ həqiqətən də çox can sıxıcı məsələdir. Böyük şairlər qalıb, bəzi şairlər var, onlara vəsiqələr təqdim edir. Bu da bizim problemimiz deyildi əlbəttə. Mən də yaxın gələcəkdə bu məsələnin həll olunacağına inanıram. Buyurun. Bugün əzizimiz Səringül Sadəyə həsr olunmuş kitabın da təqdimatıdır. Müəllif Nəsib Abid, Səringül Sadə və onun söz dünyası. Səringül xanımdan da bir-iki kəlmə eşidir. Buyurun. Hamınızı salamlayıram. Xoş gəlirsiniz. Bu gözəl gündə sizi görmək mənə çox-çox xoşdur. Mənim qardaşıma canım qurban olsun. Qardaşım yazıb, yaradıb. Bacım da işıqlandırır. Hər ikisinə öz dərin təşəkkürümü bildirirəm. Nə lazımdır? Siz danışarsınız, mən danışmağı bir o qədər sevmirəm. Deyirəm, yer göyə yetər eşqim, səp yerə bitər eşqim, min düşməni kül eləyər, tək bircə vətən eşqim. Adı bizə ünvandır, özü ürəkdir, candır, Əli Zəfər bayraqlı, İlham Azərbaycandır. Bir əyrini düz udar, gecəni gündüz udar, odun alovu demə sadə söz udar. Allahdan sizə saz söz ömrü arzulayıram.
Çox sağ olun, təşəkkür edirəm gəldiyinizə görə. Var olun. Minnətdaram. Mənim əzizlərim, bu tədbirin araya ərsəyə gəlməsi üçün Bakı Şəhər Xətai Sənət Mərkəzinin direktoru Zahid müəllimə təşəkkür bildirirəm ki, hər zaman Mirvarid Dilbazi poeziya məclisinə təmənnasız olaraq bu gözəl məkanı bizə etibar edir. Doğma ocağımız kimi biz burada özümüzü hiss edirik və müavini Nəzakət xanıma təşəkkürümü bildirməyi özümə borc bilirəm. Mən indi isə sözü Azərbaycan Yazıçılar Birliyinin Uşaq şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadəyə vermək istəyirəm. Qəşəm Nəcəfzadə, buyurun. Xoş gördük hamınızı. Gülü hamıza təşəkkür edirəm dəyərli sözləriniz üçün. Mənim bir 5 uşaq şeir kitabım çap olunub, amma 45 kitabım böyüklər üçündür. Sovet vaxtından. Mən fəxr edirəm ki, məni uşaq şairi kimi təqdim edirlər. Çünki o bizi bu dünyada ən çətin bir uşaq şeiri yazmaq çətindir. Bir də sevgi şeiri. Qalanları düzüb qoşmaq olar, orada saxtalıq bunlarda bilinmir, qəbul eləmir də. Mən Nəsibi çox istəyirəm xətirinin, çünki o təmiz bir insandır. Burada onun çıxışının o surəti də onun təmizliyindən gələn bir şeydir. Çox belə sadəlöv, hissli, diyolu, həyəcanlı bir insandır. Onunla biz görüşmüşük, bir neçə yerdə çay da içmişik, söhbətlər eləmişik, onun taliyi ilə, gəldiyi yolla mən elə əvvəldən də tanış idim, ancaq özünün dediklərindən bir daha dəqiq tanış oldum ki, bu adam həmişə ədəbiyyatın içində olub. Bir dəfə Moskva televiziyası Rəsul Əmzətova sual verdi ki, necə oldu ki, siz Dağıstan kimi balaca bir yerdən Moskva kimi böyük bir yerə ucaldınız. Rəsul Əmzətov ona cavab verdi ki, xanım, siz səhv deyirsiniz. Dağıstan coğrafi cəhətdən Moskvadan çox hündürdədir. O siyasi, həm də bunun siyasi tərəf var. Dağıstan daha çox hündürdədir, nəinki Moskva. Yardımlı da Azərbaycanın ən yüksək yerlərindəndir. Yardımlı Azərbaycanın ürəyidir və mənim çox sevdiyim şairlər o yurtdan çıxıblar və dağlardır və s. İndi o kitablara da baxdım. Əvvəl onu deyim ki, kitabı çox ucuz verir. Yəni o 10 manatlıq kitab deyil. Onun dəyəri, çap xərci 20 manatdan bəlkə də yuxarıdır. Bu da Nəsib müəllimin ürəyinin genişliyindən irəli gəlir. Ədəbiyyat çox çətin bir məsələdir. Bilsəm, ədəbiyyatda, indi bax, burada biz hamımız sosial şəbəkələrdə varıq. Sosial şəbəkələr də bir məktəbdir, bir mətbuatdır. Burada dil qaydaları normal olmalıdır, gözlənilməlidir. Və şəxsən mənim üçün, demək, ədəbiyyat həm də biraz oynamaqdır. Nə mənada oynamaqdır? Qarşı tərəflə, mən sosial şəbəkəyə baxıram, onlarla oynayıram. Dünən bir şeirimə çox müsbət rəylər yazan insanlar, elə bir şeir paylaşıram ki, qəsdən onu eləyirəm, belə şeirlərim var, paylaşıram. Burada da məni tənqid edirlər və hətta söyürlər. Məsələn, 2000 dənə YouTube-da olan bir verilişimdəki bir epizoda görə məni demək söyürlər. Amma bu olsun, bu boş tərifdənsə bəzən bu tənqidin özü də sərfəlidir. Yazıçılar birində işləyən bizim gözəl şairimiz Xatirə Fərəsli buradadır. Xanım mənə sual verir ki, aparıcı, bu Yazıçılar Birliyi nəyə lazımdır? Bu ləğv olmalıdır, bu qurum artıq başqa bir dövlətlərdə, ölkələrdə yoxdur. Belədən də təbii ki, insanlar oradan maaş alırlar, bu baxımda mən onu təqdir eləyirəm. Birdən də sonra onun davasını deyir ki, bəs Elza niyə oraya üzv olur? Dedim, xanım, siz bir şeyi başa düşmüşsünüz. Gah Yazıçılar Birliyi istəyirsiniz, ikinci bir tərəfdən də Elzanın belə deyirsiniz. Siz bir də bu sözlə Yazıçılar Birliyi təsvirini də çəkirsiniz. Heç olmasa sözünüzün belə gərək əvvəli, axırı düz gəlsin. Ədəbiyyat oynamaqdır, bəzən qəsdən bir şeiri paylaşmaqdır, görüm insanların reaksiyası necədir, görüm insanların savadı nə qədərdir, görüm burada metaforalar tuta biləcəkmi, bunu görəcəkmi, sənlə oynayacaqmı, məşq eləyəcəkmi, belə. Nəsib oynayan adam deyil, ədəbiyyatla oynayan adam deyil, çünki o təmizdir. Mən sən onu tənqid elə, onun ürəyi sınacaq, amma mənə günüz axşama kimi söyüm ürəyim heç vaxt sınmıyor.
Çünki 80-ci ildən bu günə qədər ədəbiyyatın o bütün o iyrənc tərəflərinin hamısına keçib gəlmişəm. Bir növ mənim şəxsiyyətim o ədəbiyyatdakı o tənqidlərin içindən formalaşır. Bir xanımın da Səringöz Sadənin də kitab təqdimatıdır və mən onu da təbrik edirəm. Bizim xanımlarımız, həmişə xanımları qorumaq lazımdır. Xanımlar, Jules Verne deyir ki, qadın o qədər incə məxluqdur ki, onu çiçəklə də döymək olmaz. Və Nəsib müəllim, sənə nə arzulayıram? Sənin dostların çoxdur. İnanmıram ki, bu dünyada Nəsib müəllimi istəməyən adam olur. İldırım Əlişoğlu buradadır. Mənim dostum Fəxrəddin müəllim, bir yerdə müəllim işləmişik. Eldar Elli, Əli Yusif, Rafael Həbboğlu buradadılar və çox gözəl, mən sizi hamınızı tanıyıram, şeirlərinizi oxuyuram, fərqi yoxdur. Mən hamısını oxuyuram və bundan çox qürur duyuram. Bir də Fişək Hocaya sual verdilər ki, niyə yarışa bölümümüz çoxdur? Dedi, ay qızım, türmədə də adam çoxdur. Türmədə də adam çoxdur, İldırım müəllim. Partiyalarda da adam çoxdur, xəstəxanada da adam çoxdur. Bu xəstəxanada girsə o birisində də çoxdur. Adam hər yerdə çoxdur. Bu, yəni belədir. Onu, Nəsibi hamı sevir və o cümlədən də mən tanışlığımız gec başlayıb, mən ona nə arzulayıram? İçini həmişə qorumaq və təmiz saxlamaq, aldanışlara, aldansan da, aldadılsan da səhətini qorumaq, düşüncəni qorumaq, fikirlərini qorumaq, adamlardan bezəndə tək çəkili bir çanikə başını söykəmək, duymaq, küləyi oxumaq, adamı oxumaq, şəhəri oxumaq, ağacı, yolu, tozu, torpağı, yarpağı, payızı oxumaq, belə yaşamaq, özünü ora-bura çırpmaq, bəzən o çırpmağın özü də insanın ədəbi psixologiyasını təkmilləşdirir. Mən həm də televiziyada işləyirəm və görürəm ki, o televiziya nə qədər şairləri məhv eləyib, nə mənada məhv eləyib, adamı yendirir publisistliyə. Sən bədiyyatdan əl çəkirsən, sən adi şeylərə, xəbərlərə, deyək ki, belə bu mənada adamı şairliyin əlindən alır, səni jurnalistə çevirir. Nəsib müəllim heç vaxt jurnalistə çevrilmədi. Onun, baxın hissələrinə, yazılarına, o hamısı şair ürəyidir. Təbrik edirəm, qardaş. Daha böyük uğurlar arzulayıram. Sağ ol, Güllər. İndi isə söz verirəm Fəxrəddin Əsədova. Fəxrəddin Əsədov Qacar, alim, şair, filologiya üzrə fəlsəfə doktoru. Buyursun Fəxrəddin müəllim. Bugün söz sənətinin zirvəsinə qalxmış insanları görürəm. Facebook'tan tanıdığım şair dostlarımı görürəm burada. Hamını salamlayıram. Tanıdım, tanımadım, kimdən asılı olmayaraq. Söz mülkünə yüksəlibsə, sözlə özünə ad qazanıbsa, sözü əlində məlhəm eləyib, plastirin kimi onu əzib, şeirə çevirən hər bir şairi salamlayıram burada. Nəsib müəllim təmənnasız bir insandır. Nəsib müəllim şeir yazmasa da, o Qəşəm müəllim dediyi kimi onun qəlbində poeziya notları var. Nəsib müəllimin yazdığı təqdimatlar sanki şairin qəlbindən gələn ədəbi tənqiddir, təhlildir, təqdimatdır. Nəsib müəllim mən tanımırdım. Bir də gördüm ki, mənim biricə şeirim çap olunmuşdu Facebook'da. Nəsib müəllim götürüb mənim 5-6 şeirimi təhlil eləmişdi. Mən təəccübləndim ki, bu Nəsib müəllim məni tanımaya bu şeirləri təhlilini niyə veribdi? Nömrə qoyum, dedim, mənə bir zəng elə, görüm, sən mənə tanıyırsan, tanımırsan. Dedim, mən tanıdım, tanımadım, şeirlər xoşuma gəlirsə əgər, poeziya nümunəsidirsə, gözəl şeirsə, mən təqdimat yazıram. Sonra tanış olduq Nəsib müəllimlə, deməsə məndən bir neçə sonra ali məktəbə qəbul oldu, bir tələbə illərində birimizi görmüşük. Deməli, Nəsib müəllimin yazdığı 125 2 cilddə çap olunmuş o şairlərin
əsərlərinə aid özünün mövqeyi onu göstərir ki, Azərbaycanda yazıb yaradan şairlərin hamısının yaradıcılığı ilə tanış olmaq istəyibdir və tanış da olubdur. Və bu şeirlər, bu təqdimatlar həmin şairi də bir şair kimi formalaşdırıbdır. Hər kəs öz şeiri haqqında müəyyən təhlil eşidəndə, təqdimat eşidəndə, onun xoş sədasını eşidəndə, şeirin müsbət məziyyətlərini eşidəndə insan düşünür ki, mən də yaza bilirəm. Mənim şeirim də bəyənilibdir. Bunu kim edir? Nəsib Abid edir. Nəsib Abid rayonda yaşasa da, yardımda yaşasa da, amma Azərbaycan poeziya mühitinin içərisində olan bir şəxsiyyətdir. Azərbaycanda, Facebookda, sosial şəbəkədə gedən şeirlər hamısı diqqətlə oxuyur və bura yığışan insanların çoxsunu da bəlkə də Nəsib müəllim tanımır. Siz də onu bəlkə də burada ilk dəfə görürsünüz. Amma Nəsib müəllim hamımız haqqında öz mövqeyini bildiribdir, şeirlərini yazıbdır. Mən çox şey danışa bilərəm, amma mən Nəsib müəllim haqqında bir 3 bənd şeir yazmışam. İcazə versəniz onu oxuyardım. Üzündən nur, dilindən bal süzülən, dostu arxa, dağ vüqarlı qardaşım, baxışında cavanlığı yaşadan, şairlər dayağı Nəsib qardaşım, ağlına, işinə heyran qaldığım, şeir təhlilinə çox inandığım, sözünə, fikrinə arxalandığım qeyrətli oğuldur Nəsib qardaşım, yardımlının dağ kəndində yaşayan, şeir dünyasına gür ışıq salan, dostların yanında üzü ağ olan bir nəhəngdir mənim Nəsib qardaşım. Nəsib qardaşım, təbrik edirəm. Növbəti cildlər çıxsın, 2-ci, 3-cü, 4-cü cildlər çıxsın. Hamınızı təbrik edirəm. Adı kitabda gedənləri təbrik edirəm. Nəsib qardaşımı da can sağlığı, yeni uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm. Tədbirimizdə bizim Qazi Nadir Həsənoğlu var. Şairdir, gəncdir. Qazilərimiz də şəhidlərimizin şahididir. Nadir müəllim, buyurun gəlin. Bizim bu gənc oğlumuz Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsindən, vətən müharibəsinin qəhrəman oğullarındandır. Gözəl də şeirləri var. Redaktoru kimdir kitabın? Doğrudan. Redaktoru mənəm, ancaq məsləhətçi, xalq şairi Nərman Həsənzadədir. Elə buradan da xalq şairimizi salamlayıram və Allahdan şəfalar diləyirəm. Nadir müəllim, sizi dinləyək. Bu qazilər bəzən danışmağa çətinlik çəkirlər və elə onların duruşları sözdür, şeirdir, ədəbiyyatdır, danışıqdır. Deyirəm ki, söz verəcəm, deyirəm mən qısa çıxış edəcəm. Buyurun. Salam növbəti tədbir iştirakçıları, mən də hamınızı salamlayıram. Dəyərli şairimizə yeni belə deyim, bu çap olunan kitabında həqiqətən çox xoş oldu mənim üçün. Mən özüm Güllü xanımını belə deyim, təqdim elədi. İndi şair belə gəncəm də, yəni sizin kimi dəyərli şairin qarşısında mən deyə bilmərəm şairəm, sadəcə çalışıram mən də nələrsə yazıb yaratmağa. Mənim artıq deyim, özüm bir kitabımın təqdimatı olub 2024-cü ildə, onu da Güllü xanım sağ olsun həmişə mənə dəstək olub. Xalq şairi, dəyərli şairimiz Nərman Həsənzadə, Allah ona şəfa versin. Mənim kitabıma belə deyim, ön söz yazmışdı, Qayıt gəl mənə kitabıma 2024-cü ildə. İndi növbəti kitabın üstündə işləyirəm, belə deyim, bacardığım qədər yazıb yaradıram. Mən də dəyərli şairimizi həqiqətən təbrik edirəm, bu günləri kitabı çap olunub, ona uğurlar arzulayıram. Düzdür, mən çox belə münasibət olmasa da, bu belə deyim də, qısa müddətə tanısam da, həqiqətən çox gözəl insandır. İnşallah bundan da Allah ona uzun ömür versin, yazsın, həmişə yaratsın. Uğurlar arzulayıram. Bu qədər. Deməli, bu əziz oğlumuzun sözlərində bəstələnmiş mahnı var. Onu Arif Mehmandost ifa edib. O Nərman Həsənzadənin səhhətinə görə onun müavinidir. Bugün bura gəlməyib. Ancaq mən istərdim elə şəhidlərimizə ehtiram əlaməti olaraq, qazilərimizə ehtiram əlaməti olaraq elə o mahnı burada səslənsin, biz də dinləyək. Buyurun.
gözlər qarışını, yağır güllə yağışını, vətən torpaq savaşını ən yaxşı qazilər bilir. Bayraq qədrini bilməyi, qanıyla tərini silməyi, ölümə gedərkən gülməyi ən yaxşı qazilər bilir. Xalqın halına yanmağı, özünü günahkar saymağı, ayaqsızlık dayanmağı ən yaxşı qazilər bilir. Xalqın halına yanmağı, özünü günahkar saymağı, ayaqsızlık dayanmağı ən yaxşı qazilər bilir. Hər zaman öndə getməyi, vətən üçün nələr etməyi, bir qarış üçün ölməyi ən yaxşı qazilər bilir. Bayraq qədrini bilməyi, qanıyla tərini silməyi, ölümə gedərkən gülməyi ən yaxşı qazilər bilir. Xalqın halına yanmağı, özünü günahkar saymağı, ayaqsızlık dayanmağı ən yaxşı qazilər bilir. Xalqın halına yanmağı, özünü günahkar saymağı, ayaqsızlık dayanmağı ən yaxşı qazilər bilir. Ən yaxşı qazilər bilir. Bizim qazimiz də ayaqdan yaralıdır. Ona görə deyir ki, ayaq üstə dik dayanmağı ən yaxşı qazilər bilir. Sizə can sağlığı arzulayıram, sağlamlığınızın bərpa olmağını arzulayıram. Təşəkkür edirəm ki, gəlmişsiniz. Çox sağ olun. Allah qorusun. Başqa qazilərimiz varsa, buyurub gəlib çıxış edə bilərlər. Ondan görə ki, onlar həmişə öndədirlər. Yoxdur ki. Oldu mənim əzlərim. İndi isə mən söz vermək istəyirəm Könül Fikrətliyə. Buyursun Könül xanım. Bismillahirrahmanirrahim. Allahın adı ilə hər birinizi salamlayıram. Hörmətli yazar dostlarım, müəllimlərimiz, rəfiqələrim. Biz hamımız bilirik ki, Nəsib müəllim tədbir üçün bura yığılmışıq və hər birinizə təşəkkür edirəm ki, bugünkü gündə Nəsib müəllim yanında oldunuz hamınız. Qədim şərq atalar sözüdür. Əgər bir illik nəticə görmək istəyirsənsə, buğda yetişdir. 10 illik nəticə götürmək istəyirsənsə, ağac yetişdir. Bir ömür nəticə götürmək istəyirsənsə, insan yetişdir. Nəsib müəllim məktəblilərimizi, şagirdlərimizi yetişdirdiyi kimi Facebookda da, sosial şəbəkələrdə də bir çox şairlərimizi və yazarlarımızı yetişdirib. Elə onlardan biri mənəm. Bəzən çəkinirik, utanırıq, hardasa sıxılırıq, nə bilim, risk eləmirik, cürət eləmirik nəsə şeirlərimizi paylaşmağa. Nəsib müəllim həmişə bizə ruh yüksəkliyi göstərib, məsləhət verib, yol göstərib, hətta bizə, necə deyim belə, materiallar da verib ki, biz onun üzərində işləyək. Nəsib müəllimə can sağlığı və yenə də can sağlığı arzulayıram. Çox danışmaq istəyərdim. Gerçəkdən də məruzə eləmək istədiyim sözlərim, ürəyimdə olan sözlərim çoxdur. Heç kəsin haqqına girmək istəmirəm. Nəsib müəllimə Vurğun ruhu ilə, İmdad həvəsi ilə, Hüseyin eşqi ilə, Abidin vəfalı sevgi yolu, gözəl həyat arzulayıram. Bu bir bağlama idi. Nəsib müəllimi ürəkdən, yaxından tanıyan bağlamanı aça bilər. Nəsib müəllim, təşəkkür edirəm. Allah sizi qorusun. İtirdiyim doğmalarımın əvəzində sizin kimi bir dostu tapdığıma görə çox şadam, çox xoşbəxtəm. Yeri gələndə ata kimi qayğı göstərirsiniz, yeri gələndə qardaş kimi qoruyursunuz, yeri gələndə ana bacı kimi mənim dərdim ortaq olursunuz.
Çox sağ olun, yaxşı ki varsınız, yaxşı ki sizlər də varsınız, əziz dostlar. Minnətdaram sizə. Sağ olun ki, Nəsib müəllim bugünkü gündə tək qoymadınız, yanında oldunuz. Sağ olun. Təşəkkür edirəm, çox sağ olun. Mənim əzizlərim, Mirvari Dilbəzi Poeziya Məclisi İdarə Heyətinin üzvü, şair Brilliant Atəşə söz vermək istəyirəm. Mən Nəsib müəllimi bir neçə il bundan qabaq tanımışam. O mənim də yazılarıma toxunub, mənim də haqqımda yazı yazıb. Heç onda mən Nəsib müəllimi yaxından tanımırdım, qiyabi tanıyırdım. Sonra Qulu müəllimin səhv eləmirəmsə, kitab təqdimatında biz yaxından tanış olduq. Yəni bu insanın saflığı, bu insanın insanlığı, bu insanın sadəliyi, səmimiliyi, mehribanlığı, insana münasibəti tamam başqadır. Onu başqalarından çox fərqləndirir. Oturub özüm üçün şeir yazmaq, bu adi halda hamımız üçün məlumdur. Amma kimlərinsə haqqında yazı yazmaq çox mürəkkəb işdir. Təsəvvür eləyək ki, o yazdıqları insanların hər birinin qəlbinlə döyünür onun qəlbi. Bizim yazarlarımızdan o kitabı mən vərəqləyə bilmədim, düzü. Güllü xanımdan xahiş elədim, adlarıma desin. Orada bizim şeir aləmində, sənət aləmində yenicə addım atmaq istəyənlərdən ta puxtələşmiş bizim sənətkarlarımıza qədər insanların adlarını mən eşitdim və mən Nəsib müəllimə çox Güllü xanım dedi, mənim haqqımda yazı getməyib oradan. Amma çox təşəkkür edirəm ki, Nəsib müəllim bu insanların yaradıcılıq sahəsində onların açdığı o poeziya yoluna öz qələmindən nur səpir. Mən bunun üçün Nəsib müəllimə çox təşəkkür edirəm və bundan sonra da ona sağlam can arzulayıram, qələm arzulayıram və uğurlar diləyirəm. Bugün mənim əziz bacım Səringül Sadənin kitabı haqqında, onun yazıları haqqında Nəsib müəllim kitab nəşr edib. Mən Səringül bacımı da ürəkdən təbrik edirəm. Səringül bacım nə qədər sadədirsə, o qədər də samballıdır. Özü samballı olduğu qədər onun qələmi də samballıdır. Mənim sevdiyim qələmlərdən biri də onun qələmidir. Və o cümlədən bu cür tədbirləri keçirən, özünə həyatda xüsusi yol açan və bu yolun qəhrəmanı olan, cəsuru olan qızım Güllüyə təşəkkür edirəm ki, o bu tədbirləri çox keyfiyyətli şəkildə keçirir, çox yaxşı şəkildə keçirir. Tədbirlər var ki, girirsən, girdiyinə peşman olursan ki, nəşə oturmuşam burada. Və sizin yenə də hər birinizə təşəkkür edirəm. Allah hər birinizə can sağlığı versin. Birinci növbədə can sağlığı olandan sonra hər şeyə nail olmaq olar. Həyat insanındır və insanın həyatda aciz qaldığı heç bir şey yoxdur ölümdən başqa. Hər birinizdən uzaq olsun. Var olun, öpürəm hər birinizi. Təşəkkür ederim. Mənim əzizlərim, ev bizim, sir bizim. Azərbaycanda yaşayırıq. Hərəmizin özümüzə görə qələmimiz var. Ancaq bunu deməyə özümə borc bilirəm, xahiş edirəm, mənə diqqətlə dinləyin. Tədbirlərə gedirik. Tədbir uzağı 2 saatdır. Mədəniyyət Nazirliyi tərəfindən dönə-dönə tapşırılır. Tədbir saat yarım ya da 2 saatdır. 2 saatdan artıq tədbir olursa, o tədbirdə keyfiyyət olur. İndi isə mən sözü vermək istəyirəm Elmira Sultanlıya. Xahiş edirəm dediyimi nəzərə alasınız, çıxışlarımız çox qısa olsun ki, heç kəsin sözü ürəyində qalmasın. Buyurun. Mən onun vaxtında Nəsib bəy öpmək istəyirəm, o mənim doğma qardaşım. Sizi təbrik edirəm. Sağ olun, çox sağ olun. Və hamınızdan yaşlı olsam da mənim şeiriyyat yaşım çox cocuqdur. Cəm 3 ildir yazıram. Bunu ona görə deyirəm ki,
Bu yazdığım bu 3 il müddətində mənim 2 böyük dayağım olub. Bir, Nəsib müəllim, daha doğrusu 1-ci əfəndi İlyas əfəndi vəfalı, 2-ci Nəsib müəllim. Tanımadan, bilmədən, görmədən, bu camiyyədən xəbəri olmadan yaşayan mən və dəfələrlə qəfildən heç bir xəbərim olmadan təqdimatlarla üzləşən mən. Məsələn, bu 3 il ərzində ən azı Nəsib Abid 10-12 dənə mənim şeirim haqqında, üzr istəyirəm, şeir deyəndə nə bilməm, bəlkə sizə xoş gəlmir. Onun haqqında təqdimat yazıb. Və bir gün mənə bir təklif etdi. Dedi, Elmirə müəllimə, mən 43 il müəllim işləmişəm, müəllimə sizdən bir xahişim var. Nə olar, Xudafərin haqqında bir dənə poema yazım. Mən ondan sonra bir poema yazmışdım, bir ömür həsrət. Dedim, Nəsib bəy, bir körpü haqqında nə qədər söz tapmaq olar ki, ona poema yazasan? Dedi, siz taparsınız. Dedim, niyə? Dedi, Xudafərin körpüsünü görməyən, o havadan, o sudan dadmayan, o torpağın ləzzət neymətlərini yeməyən adam Xudafərin körpüsü haqqında qətiyyən poema yazanmaz. Şeir yazar, 5 bəndli, 7 bəndli filan, amma poema yazanmaz. Mən Nəsib müəllimin nə qədər üstün cəhətləri səhərdən sayırdınızsa siz, mən onu 10 dəfədən çox hiss etmişəm. O mənə, belə deyim, bir yol göstərici kimi bu poemanın yaranmasına səbəb oldu. Poema haqqında mən heç nə demirəm. Ən sonda o mənə bir dənə, belə deyim, bənd yazdı. Sən yazdın, yaratdın bir şah əsər sözü, o şah əsər sözünə mən sonda, düzdür, o haradasa 4 misra, belə deyək, hecalı olan bir şeydir. Amma mən o şeiri oxumaq istəyirəm sizə. O poema özü kitabda, yəni bu var. Bu mənim deyil, Nəsib müəllimin əsəridir. Həmən şeirə yazdığım epilog haqqında bir, belə deyim də, sürətlə oxuyacağım ki, siz yorumlayasınız. Mən qurbanam beləsinə, keçim gedim beləsinə, xan arazım qan-qan deyir, keçim gedim beləsinə. Sevinirəm bugün belə, dərdlərini bilə-bilə, sordum səndən gilə-gilə, cavabları aldım səndən yazdım Xudafərin. Baş tacısan Cəbrailin, şah əsəri sultanlının, xatirəsi yadda qalan, əfsanəsi tariximin, yadigarı Xudafərin. Nələr keçdi, nələr səndən, nələr gördün, nələr bildin, çox döyüşlər sən görmüsən, nələr çəkib başın sənin, bəlalıdır başın sənin, Xudafərin. İndi lap çox sevinirəm, sən azadsan, sərt qaya tək, dayanmışsan dəli kimi, heç çağlayan sellər sular qarşısında, yavaşlamış titrəşimlər, sakit-sakit çırpınırsan, sanki bu an Xudafərin. Görən gözüm, sən azadsan, gözüm aydın, sən Xudaya, çatdırmısan mən azadam, yox, sən Xudaya çatdırmısan mən azadam, ay yaradan, sevinirəm sən azadsan Xudafərin. Sən qurtuldun əsarətdən, könlü açıq, gözü açıq, baxa bilirəm indi sənə Xudafərin. Dərdimiz bir, sözümüz bir, çözə bildik dərdimizi, şah kimisən bir şah kimi, dayanmışsan, axar suyun qabağında, sanki varsan bir şah əsər. Sevinirəm, yaratmışam sənin boyda bir şah əsər. Qurban olum yaradana, yaratmışam sənin haqda bir şah əsər. Sevinirəm, sevinirəm. Yəni bu şeirin, belə deyək, bu kitabın yaranmasında mən minnətdarım. Bir şeyə yenə təşəkkür edirəm. Və bu kitabı ona öz Xanzadə şairinə, həm də mən çox hörmətlə həmşə deyir, Qarabağın Xanzadə kibar şairəsi. Bu kişinin sözü. Sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm, çox sağ olun. İndi isə söz vermək istəyirəm. Bizim yazdıqlarımızı oxuyan, dinləyən, Mirvarid Dilbazi Poeziya Məclisi İdarə Heyətinin üzvü, Mirvarid Dilbazi Poeziya Məclisi yarananda biz 15 nəfər idik. Həmin 15 nəfərdən biri Qazağın İncə Dərəsinin Qaybaqlı kəndindən olan mənim əzizim Sayalı xanım Dadaşovadır və bugünə qədər mənimlə bərabər yol gəlir, bir ömür müəllim işləyib və hamınızı sosial şəbəkədən tanıyır. Buyursun Sayalı xanım. Çox hörmətli saz söz adamları, hamınızı salamlayıram və sizin qarşınızda çıxış eləmək mənim üçün çox çətindir. Güllü xanım mənə deyəndə ki, bir şairin təqdimatıdır, dedim Güllü xanım, mən şair deyiləm, getməyim.
Dedi, yox, gəl, sən şair deyilsənsə, sən də Qazaxlısan, şairə, şeirə hörmətin çoxdur. Mən şeir yaza bilməsəm də, sizin şeirlərinizdən bəhrələnirəm, oxuyuram, mənim üçün qida verir. Mən Nəsib müəllimin şairliyindən danışa bilmərəm, haqqım da çatmır, amma bir müəllim kimi Nəsib müəllim haqqında, yəni müəllimlik haqqında danışa bilərəm. Mən orta məktəbdə oxuyanda bizim məktəbimizin müəllimlərinin çoxusu kişi müəllimləri idi. Qadın müəllimlərimiz az idi. Zamanı gəlib dəyişdikcə get-gedə kişi müəllimlərin sayı azaldı. İndi orta məktəblərdə ən çox qadın müəllimlərdir. Heç 10-20% kişi müəllimləri yoxdur, amma mən çox istəyərdim ki, orta məktəblərdə olan müəllimlərin heç olmasa yarısı kişi müəllimlər olsun və bizim uşaqlarımız bu müəllimlərdən bəhrələnsinlər. Yəni kişi kimi böyüsünlər. Nəsib müəllim də həmən bu kişi müəllimlərdən, amma təqaüdə çıxıb, get-gedə kişi müəllimlər də təqaüdə çıxanda arxadan kişi müəllimlər yox, yenə də qadın müəllimlər gəlir. Məktəb qadınlarla dolu olur. Mən Nəsib müəllimi təbrik edirəm. Yəni, uğurları bol olsun. Allah ona zihin açıqlığı versin. Sağ olun. Sağ olun. Təşəkkür edirəm Sayalı xanım. Rafael Həbiboğlu buyursun. Salam əziz iştirakçılar, hörmətli qonaqlar, dəyərli Nəsib müəllim. Mən bu tədbirə gələrkən ürəyimdə hazırladığım kaç kəlmə sözləri az deməyə çalışacağım ki, Güllü xanımın iradı mənə aid olmasın. Çıxış eləmək istəyənlər də çoxdurlar. Mən Nəsibi 50 ildir tanıyıram. Nəsib 1976-cı il sentyabrın 1-də bir auditoriyada oturanda Nəsibi tanıdım. Baxmayaraq ki, Nəsib mənim ellim, həm rayonun, həm yerlim, yardımlıdan idi. Tanımamışdıq bir-birimizi ta ki, ali məktəbə qəbul olunana qədər. Və 50 ildir, gələn il 50 il olacaq da növbəti sentyabrda. 50 ilə yaxınlaşır ki, Nəsiblə qoşa addımlayırıq. Nəsib mənim kitablarıma ön söz yazdıqları da olub, kitablar haqqında rəyləri də olub, qiymətli sözlərin, dəyərli vaxtını ayırıb qiymətli sözlərin deyibdi. Amma Nəsibi təhrik elədim, uzun illər boyu qələminə bələd idim. Çünki biz tələbəlik dövrümüzdə ən aktivi, fəalı Nəsib idi elə. Baxmayaraq ki, hamıdan gec kitab müəllifi oldu. Ona görə də mən çox umurdum, küsürdüm, gözləyirdim ki, Nəsib də düşüncələrini bir yazıya alsın, toplu eləsin, kitab çap eləsin. Özü etiraf eləyir ki, zaman-zaman bu kitabların araya ərsiyə gəlməsində güya mənim də xidmətim olub. Əgər elədirsə, nə mutlu bana. Nəsib sözə qiymət verən, sözə dəyər verən ziyalılarımızdandır. Əyalətdə yaşasa da daima ədəbi prosesi izləyibdi. Dediyim kimi, hətta tanımadığı insanlar barəsində də düşüncələri əks olunub 2 cilddə. Amma mənim xırdapara iradım, irad yəqin ki, ərkiyana olduğundan Nəsib də səmimi qəbul eləyər. Əsrimizin şairləri deyir, 250 nəfərin içində 100 nəfər şair olar da, qalanı başqa peşə sahibləridir. Ona görə olmayaydı kaş ki, əsrimizin şairləri adamda. Nəcibə xanım qələminə hörmət elədiyim redaktorlardandır. Burada iştirak eləməsə də, yəqin ki, görüşəndə deyəcəm. Belə şeyləri biləndir, nəzərə alaydı kaş. Nəsib, səni təbrik edirəm. Daha uca zirvələr və söz belə bir şeydir ki, Dədə Qorquddan başlayıb da
Nizami, Xaqani, Füzuli, Nəsimi, Seyid Əzim günümüzdə də söz haqqında bütün söz adamları sözlərini deyirlər. Söz yaradıcı adamların ruhudur. Kitab isə o ruhun əmələ gələn, ərsəyə gələn baladır. Dostumuz, böyük dostumuz Seyran Səxavətin məşhur bir ifadəsi var. Deyir ki, biz hamımız qardaşıq, qadınlarla da bacı qardaşıq. Niyə? Çünki bioloji mənada biz dədəmizin övladıyıq. Amma biz sözün belindən gəlmişik. Seyranın bu sözüdür, mən də qəbul edirəm. Söz çox müqəddəs bir anlayışdır. Sözün suyu necə üfürə-üfürə içirsənsə, sözü eləcə üstündə əsə-əsə, titriyə-titriyə, sığallıya-sığallıya, tumarıya-tumarıya sözə yanaşasan gərək. Və hamı kimi mən də söz haqqında bir şeir yazmışdım. Həmin şeiri bugün Nəsib Abidə həsr edərək oxumaq istəyirəm. Sözün başına dönərəm. Sözlə doğuluruq hamımız qardaş. Hər daşın altından sözümüz çıxır. 1000 il öncələri qurdalayanda biz həmin türklərik, izimiz çıxır. Söz deyəm adamlar hər zaman olub, bütün dövrlərdə söz qanan olub, sözdən söz çəkənlər qəhrəman olub, Orxon Yeniseydən yazımız çıxır. Biz sözün başına dönə bilirik. Yüksələ bilirik aya, günəşə, yerin təkinə də yenə bilirik. Bir belə xaosda, bu vurha burada, hələ nə yaxşı ki, dinə bilirik, hələ nə yaxşı ki, səsimiz çıxır. Söz elə bir güc ki, misli tapılmaz. Sözsüz dağ yarılmaz, qaya çapılmaz. Sözsüz qəsr ucalmaz, saray yapılmaz. Hardan daş qopursa tozumuz çıxır. Hər il yaş üstündən yaşımız gedir, torpağımız gedir, daşımız gedir. Haqqı danışanda başımız gedir, haqq sözün üstündə gözümüz çıxır. Nəsib, səni təbrik edirəm. Təşəkkür edirəm, çox sağ olun, çox minnətdaram. İndi isə sözü verirəm şair qardaşım, Mirvarid Dilbazi Poeziya Məclisi İdarə Heyətinin üzvü şair Qulu Xaladinoğlu buyursun. Mənim əzizlərim, Qulu müəllim gələnə qədər biraz poeziya məclisə dirilik gətirir, ona görə deyirəm. Şeir mədəniyyət incə sənətdir. İncə səs, incə ruh, incə sənətdir. O da musiqi tək qəlbin səsidir. Həyatın ən böyük təntənəsidir. Buyurun. Çox sağ olun Güllü xanım. Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Burada çox dəyərli qələm dostlarım əyləşir. Sözün həqiqi mənasında sözün çəkisini bilən, sözə qiymət verən insanlar əyləşir. Ona görə həm də adam çoxdur, çox vaxtınızı ayırmaq istəmirəm. Mən sadəcə onu demək istəyirəm ki, mən bugün bura gəlmək özümə borc bildim. Çünki mənim kitab təqdimatımda Nəsib Abidi mən hələ tanımırdım. Nəsib Abid gəldi, orada iştirak elədi və gözəl də çıxış elədi. Mən bugünkü kitabların işıq üzü görməsi münasibəti ilə həm mənim gözəl elm Səmgür Sadəni, həm Nəsib qardaşımı səmimi qəlbdən təbrik edirəm. Uğurları bol olsun. Allah bunlara ən əsas Allah can sağlığı versin və həmişə belə tədbirlərdə gözəl dostlar ətrafda eləsinlər. Hər şeyi təbrik edirəm. Sağ olun. Təşəkkür edirəm. Nilüfer Şərifova buyursun şair xanımımız. Hər kəs salamlayıram. Allah can sağlığı arzulayıram Allahdan sizin hər birinizə. Gözəl yaradıcılığı arzulayıram. Müəllimə müəllim kimi öz yerində fəaliyyət göstərməyi arzulayıram. Şairin qələmi iti olsun deyirəm. Yəni bu vətəndə hər kəs öz yerində mükəmməl çalışsın. O zaman vətən gülşən olacaqdır. Kimsə kimin kürsüsündə oturmağı arzulamıram. Düzdür, kəskin danışdım, üzülü sayın. Mən can sağlığı arzulayıram Nəsib müəllim sizə də. İlk Azərbaycana gəlişini Nəsib müəllim mən çağırmışam. Çox gözəl bir insandır, olduqca insanlığını, keyfiyyətli müəllimdir,
gözəl ailə sahibidir. İnanın ki, hər şeyi kənara qoysaq, Nəsib müəllim o qədər gözəl babadır, o gözəl atadır, o qədər vətənpərvər insandır. Mən həsəd çəkirəm belə kişilərə. Həqiqətən də arzulayıram ki, mənim bir kişilər şeir var. Bir var yaranışı bir Allahın bəlasıdır, belə bir şeirdir. Bir də var ki, yaman vurğunuyam mən ətirli kişilərin, kəlmələri əxlaqlı, sətirli kişilərin, sığalı öz yerində, ocağı köz yerində, həyalı üz yerində. Belə bir, axı o mənim atamdır, dayımdır, qardaşımdır, belə bir ifadəli şeir var, əzbər bilmirəm. Nəsib müəllim, sizi təbrik edirəm. Gəldiyiniz hər birinizə təşəkkür edirəm. Bir dənə ifadə işlətmək istəyirəm, incəsənət adamı olaraq. Deyir, mədəniyyət bəşəriyyətin tarixi, ictimai əmək fəaliyyətinin nəticəsi olaraq maddi və mənəvi nemətlərin məcmuidir. Mən arzulayarım ki, bütün tədbirlərdə bu, necə deyim, şüarı düşünərək insanlar bir-birinə qayğı ilə, səmiyyətlə yanaşsın. Sağ olun. Söz verilir İmran Güllübulaqlı. Buyursun. Bura ona görə ki, quraşdırıblar. Burada çıxış eləsən, səs daha yaxşı çıxır, səs problemi olmaz. Hamınızı xoş gördük, əziz dostlar. Mən hamınızı və xüsusilə bizim qazi qardaşımı salamlayıram. Çünki mən də qazi atasıyam. Qazi olmaq, qazi atası olmaq nə demək hamı bilir. Demək, Nəsib müəllim akademiyanın qarşısında keçirilən kitab festivalında görüşdük. Ona qədər şifahi tanışıydı. Yəni, sosial şəbəkələr vasitəsilə. Amma rastlaşanda sanki qardaşıyıq, sanki əmoğluyuq, dayalı bir boğluyuq, sanki uzun illər bir yerdə oxumuşuq, qonşuyuq. Birbirimizi görən kimi tanıdıq və çox mehriban, çox səmimi görüşdük. Və o gündən də bizim dostluq körpümüz quruldu. Sizi ürəkdən təbrik edirəm. Bu kitabda çoxlu şairlər var. İndi belə deyim, biraz başqa cür qəbul eləmin. Təbii ki, hər şeir, orada kitabdan hər şeir də böyük şeir deyil, amma daha yaxşı şeirlər daha çoxdur. Və söz yazmaq, hər şair haqqında, hər yazar haqqında, hər şeir haqqında, hər bənd haqqında sözlər tapmaq, fikirləşmək, düzmək, qoşmaq, sapa düzmək hər adamın işi deyil. Onu Nəsib Abid bacarır. Hələ neçə yüz il bundan qabaq, bax bu məkanın adını daşıyan böyük şairimiz Xətai nə deyirdi? Söz var, kəsdirər başı, söz var, kəsər savaşı. Söz var, ağılı aşı, yağ ilə edər bal bir şey. Ağılı aşı, yəni zəhərli aşı, yağ edər, bal edər. Sizi təbrik edirəm. Mən həqiqətən də, yəni Nəsib müəllim şair deyil. Amma başdan ayağa şeirlə yorulmuş bir insandır bu adam. Bu adamın üzündəki ifadəyə baxın. Səmimi, nurani bir insan, şirin dilli, xoş rəftar. Adamla elə görüşür ki, valıq qalırsa ki, ilahi, bu necə gözəl bir insandır. O müəllim deyil, şeirin yadına qasır, bir şey mən deyirəm. Müəllim deyil, gələk burada axtarım, tapam onu. Yaxşı, onu onlar biraz axtarıb, sonra vaxtı gəlib, o müəllim deyil. Xanım da gözəl qeyd elədi, mən də orta məktəb müəllimiyəm. 4000-dən yuxarı şagirdimiz var Güllü xanım və siz də deyəsən. 300-dən yuxarı müəllim var, onun cəmi 11 nəfəri kişi müəllimdir, cəmi 11 nəfəri. Yəni, kişi müəllimləri məktəbə qaytarmaq lazımdır. Cavanlarımız, oğlanlarımız biraz başqa cür böyüyürlər, mən görürəm bunların hamısını. Biraz işarə eləsəm, tapsam, oxuyuram o şeiri. Təbrik edirəm mən. Bir daha Allah sənə can sağlığı versin, nə yaxşı varsan. Sağ olun. Çox təşəkkür edirəm. Bu gözəl çıxışı oradan eləmək yaxşı olmazdı, elə yaxşı ki, gəldiniz bura. İlham Qazaqlı buyursun. Mirvari Tirbazi Poeziyası İdarə Heyətinin üzvü, mənim şair qardaşım. Radyo verişində də bir gözəl proqramımız olmuşdu bizim. Buyurun. Çox sağ olun Güllü xanım. Bütün qələm dostlarım salamlayıram. Hər birinizə uğurlar arzulayıram. Çox hörmətli Nəsib müəllimi, mən uzun illərdir Facebook sosial şəbəkəsindən dostluğumuz var və bu müddətlər ərzində nə qədər biz danışsaq da biz görüşə bilməmişdik. Talih ilə gətirib ki, biz bugün doğrudan da görüşməli olduq və bu görüşə, belə görüş deyək də, mən çox sevə-sevə gəldim. Həqiqətən də işlərimin çox olmağına baxmayaraq və Nəsib müəllimin haqqında çox gözəl sözlər deyildi burada. O, deməli, bir şeirim var. Harda ki, insana dəyər qiymət var, o yerdə insanlıq duyğusu yaşar. Harda ki, səmimi münasibət var, o yerdə könüllər tez doğmalaşar.
Bəli, mən çıxış edənlərdən hamısının çıxışlarından görürəm ki, Nəsib müəllim haqqında necə gözəl bir doğma insan kimi, həqiqətən də poeziyada mən bu ədəbi camiyə gələndən çox insanlarla dostluq, yaxınlıq eləmişəm təbii ki. Və Nəsib müəllim o qədər doğmalıq göstərib ki, mən elə bilirdim ki, mənim o şeirlərimə verdiyi dəyərdən elə anlayırdım ki, Nəsib müəllim tək mənə dəyər bilir. Mən indi baxıb görürəm ki, o kitabda nə qədər insanlara, yəni səhifələrdə də paylaşırdı və mən deyirdim ki, Nəsib müəllim bəzi insanları tanımaya, onlar haqqında belə gözəl ifadələr verir, sözlər, tənqidi, yəni yazılar yazır. Və bu həmişə də Nəsib müəllimə mən təşəkkürümü bildirirdim ki, Nəsib müəllim çox sağ olun ki, bizi ruhlandırırsınız. Təbii ki, indiki devirdə o ədəbi tənqidə, yəni müraciət edənlər çox azdır. Yəni ki, şairlərin yazılarına qiymət verənlər. Nəsib müəllim, mən sizə öz təşəkkürümü bildirirəm. Allah sizi var eləsin. Allah sizin bu ədəbi camiyə çox görməsin. Mən həmişə sizə ustad demişəm. Bəli, siz doğrudan da bizim ustadımızsınız. Sizi kimi dəyərli insanlara bizim böyük ehtiyacımız var. Allah sizi var eləsin. Şairə qiyməti verməsə bəşər, sənət gözdən düşər, söz adiləşər. Çox sağ olun ki, siz bu sənəti yüksəklərə qaldırırsınız, şairlərə dəyər verirsiniz, hamının şeirlərini qeyd edirsiniz. Var olun, yəni ki, öz münasibətlərinizi mən izləyirəm. Bəzilərində belə görürsə, vaxt edib izləyə bilmirəm. Doğrudan da o qədər ürəyinizi qoyursunuz o yazılara, o səmimiyyət, hamısı orada göz qabağındadır. Sağ olun, dostlara da təşəkkür edirəm ki, yəni gəliblər, Nəsib müəllimə görüşünə gəliblər, sağ olun. Riyaziyyatçı şairlik alışdırıram. Sağ olun. Mən Mirvari Dilbazi poeziya məclisinin üzvü kimi də Güllü xanımın bütün fəaliyyətini izləyirəm. Onunla biz qürur duyuruq bir Qazaxlı olaraq. Mən ona uğurlar arzulayıram. Həmişə işlərində müvəffəqiyyətlər. Var olun Güllü xanım. Sağ olun. Siz bizim həmişə uzaqlarda görmək istəyirəm sizi. Sağ olun. Tədbirimiz həmişə gəlin. Çox sağ olun İlham müəllim. Təşəkkür edirəm. İndi isə Rəsul Rıza mükafatı laureatı Ali Yusif buyursun. Salamlar olsun hər birinizə. Xoş gördük əziz qələm dostlarım. Bu günləri mən birinci xanım yazarımızı təbrik edirəm, şairimizi. Təbrik edirəm sizi. Allah sizə can sağlıq versin. Və Nəsib Abid demək olar ki, özü yazdığı kimi 20-ci əsrin yazarları deyəndə 20-ci əsrin şair və yazıçıları bir araya toplandığında bir araya. Onlar haqqında təqdimatlar yazılması çox böyük hadisədir. Bu günləri çoxu tanınmır bəzən. O sosial şəbəkələrdə həmin şair və yazıçılar haqqında yazır və o bütün səhifələrdə oxunur. Bu günləri Nəsib Abid mənim haqqımda da çox yazıb və mən də Nəsib Abid haqqında 3-4 kitabımda səhv eləmirəmsə şeirlər, publisi yazılar yazmışam. Uca dağ adamıdır. Savalan dağın ətəyində yaşayan böyük bir qardaşımızdır. O dağlar qədər uca və safdır. Nəsib Abid təmənnasız işlər görür. Onun yazdığı təqdimatlar hər biri yeni yazılan kitabın təqdimatından deyərdim ki, daha üstündür. Mən Nəsib Abid. Sizə can sağlığı arzu edirəm, uzun ömür və yaradıcı uğurlar arzu edirəm. Mən bir söz demək istəyirəm. 2 il içərisində, 3 il içərisində 26 kitaba imza atdım. 26 kitab. Həm nasir, həm şairdir, həm nasirdir, həm dramaturqdur. Ona görə sizi təbrik edirəm. Bu yolla 3 yolu bir əldə tutmaq çox çətindir. Çox sağ olun. Sağ olun. Aşıq Şenliğin bir sözü var. Deyir ki, sazla söz qoşadır. Bizim bura saz adamlarını gətirmək həmişə biraz problem yaradır. Şairlərə baxmayın, şairlər çox səmimidir. Hara desən, dəvət eləsən gedirlər, təmənnasız gedirlər. Ona görə də deyir, musiqiyə gedir. Mən mahnı oxuyan deyiləm, ancaq hərdən boşluq olanda boşluq doldurmaq üçün deyirəm.
sözü bizim gənclərimiz var. Gənclərimizə də yol verməliyik. Ədəbi Tədbirlər Birliyinin qurucusu, Qafqaz Eksperimental Dram Teatrının direktoru, Mirvarid Dilbazi Poeziya Məclisi Gənclər Şöbəsinin rəhbəri bizim əzizimiz Polad Ağa İbrahimova. Deməli, gənc olmağına baxmayaraq, neçə onun əsərləri səhnələşdirilib. Bu yaxınlarda da Rəşid Beyqudovanın Mahnı Teatrında Zaur İsmailzadənin 30 illik yubileyində çox möhtəşəm bir dram əsərindən orada iştirak edir. Buyurun Polad Bey. Hörmətli qələm sahibləri, dəyərli şairlər, sözün məsuliyyətini, ağırlığını öz çiynində daşıyan ustadlar, şəxsiyyətlər. Sizlərin qarşısında çıxış etmək bir gənc qələm sahibi olaraq mənim üçün çox böyük şərəf və məsuliyyət hissidir. Bugün bir problem var ki, gənclərimizdə əvvəlki qədər kitaba olan sevgi güclü deyil. Məncə bunu tək gənclərdə günah axtarmaq lazım deyil. Bəlkə də biz gənclərin qarşısına bu kitabı düzgün çıxarmamışıq. Nəsib Abidin yazdığı bu kitab bu missiyanı tamamlayır. Bu cür məclislər, bu cür təqdimatlar məhz bunun üçün çalışır ki, gənclərimiz kitabla dost olsunlar. Çünki mənə elə gəlir ki, insanın dostu tək insan deyil. Məsələn, rəssamın dostu fırçadır, yazıcının dostu qələmdir. Ancaq bütün bəşəriyyətin ortaq bir dostu var ki, bu dost kitabdır. Kitab oxucunu danlamır, onu sakit söhbətə çağırır. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə gənclərə hər zaman dəstək olduğuna görə, belə məclislərə, belə dəyərli şəxsiyyətlərin qarşısına çıxardığına görə təşəkkür edirəm. Nəsib bəyə bundan sonraki həyatında bol nailiyyətlər və müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun. Tahir Süleymanlı buyursun. Bütün qonaqları salamlayıram. Allahımıza can sağlığı versin. Nəsib müəllim mənim tələbə yoldaşımdır. Biz bir otaqda qalmışıq. Həm həyatımda çətin günlərini bir yerdə adımlamışıq. Nə bilim, Savalan dağına gedib onun həyat tərzini görən adamlardan biriyəm. Yəni bugün Nəsib müəllimin təqdim elədiyi kitab çox dəyərli bir kitabdır. Çünki həyatda çalışıb bir iz qoymaq lazımdır. Və Nəsib müəllim neçə illərdir, yəni bu əməyin sayəsində bugün bu kitab nümunəsini üzə çıxartdı və həyatda özünə bir iz qoydu. O, Ulu Öndər Böyük Heydər Əliyevin sözü olmasın. Mən 3 dəfə onunla görüşüm olubdu və o həmişə deyərdi ki, tarixdə elə yaşamaq lazımdır ki, tarixdə qala biləsən. Və bugünkü günü, yəni burada əməyi olanlar, bura gələnlər, bu xoş söz deyənlərin hamısı, yəni Nəsib müəllimin yazdığı, çap elədiyi bu kitabın dəyərləndirib, xoş sözlər deyərək qiymətləndirdi. Və mən də bugün çox uzatmaq istəmirəm. Bir daha necə Nəsib müəllimin tələbə yoldaşı, neçə illərdir, yəni biz demək olar ki, əlaqələrimiz var. Elə Nəsib müəllimin adından da mən sizə təşəkkür edirəm və bugün də mən Nəsib müəllimi təbrik edirəm. Qoy o gün olsun, bu kitabların sayı çox olsun. Təşəkkür edirəm Tahir qardaş. Tahir mənim böyük qardaşımdır. Bir otaqda qalmışıq. Əsli Qərbi Azərbaycandadır. Qərbi Azərbaycanın Vedi vilayətinin Xalisa kəndindən. Diplomat qəzetinin təsisçisidir, redaktorudur. Təbrik edirəm. Buraya gəldiyi görə sizə can sağlığı arzu edirəm. Çox sağ olun. Məni sahib eşidib gəlibsiniz. Sosial şəbəkədə çox sağ olun. Var olun. O ayaqlarınız yorulmasın. Sağ olun. Sağ olun. Mən təşəkkür edirəm.
Yani ben senin adın sanın ne kadar değerlendirilse o kadar benim için de şərəfdir. Bir daha hamınıza teşekkür edirəm. Yani elə yaşamak lazımdır ki hayatta bir iz bıraka bilək. Eğer iz bırakmazsak demek bu hayat bizim için mənasız bir şeydir. Bir daha hamınıza teşekkür edirəm. Sağ olun. Teşekkür ederim, çok sağ olun. Yıldırım Qəhrəman buyursun bizim şair dostumuz. Yıldırım müəllim buyurun. Yıldırım olmağına yıldırım ama qəhrəman deyiləm, qəhrəman olam. Düzü. Mən həmişə rayonda yaşamışam, ömrümün 50 ilini şagirdlərə vermişəm, amma elə 19 yaşımdan o qələmdə bəzi şeylər yazmışam. Bura gələndən sonra da mən qayğı görmüşəm. Məsələn, deyək ki, yazılarım dərhal gedibdir. Özüm də gözləmədən bir də gördüm ki, mənim səhifəmdə haqqımda gözəl bir yazı var, onda gözəl kişi yazıbdır. Allah onun canını sağ eləsin. Mənim oxucularım adından yox, öz adımdan onu təbrik edirəm bugünkü gün üçün, təşəkkür edirəm ona ürəkdən, qarşısında baş əyirəm. Çünki heç bir, nətər deyim, bir şey təmənnasız filansız adamı orada işıqlandırmaq, yaradıcılığını qiymətləndirmək hər adama nəsib olmur. Çox sağ ol, minnətdaram. Allah sən var eləsin. Təşəkkür edirəm. En kısa çıxış edim bugünün qəhrəmanı olacaqdır. Deməli, indi isə mən sözü vermək istəyirəm. Püstə xanım Rəvan buyursun. Bu günləri Nəsib Abidin işığına toplaşmışıq. Güllü xanım, çox sağ ol ki, siz böyük etimad göstərib Nəsib müəllimin bu günləri belə bir kitabının təqdimatını edirsiniz. Nəsib müəllim mənim üçün də bir 3 dəfə gözəl sözlərlə şeirlərimi təhlil edir. Nəsib müəllim tanımadıqlarımızı da bizə tanıtdırır. Nəsib müəllim, sizə can sağlığı, uğurlar arzulayıram. Yeni kitablar sizdən gözləyirik. Var olun. İlyas Əfəndiyi dəvət edirəm. Hər zaman gözəl təhlillərindən bizi xoşhal edir. Nəsib müəllim, sizi təbrik edirəm. Yəni siz sözlə yoldaşlıq eləyən, qardaşlıq eləyən, sevdaşlıq eləyən insansınız. Sözlə hər adam oynaya bilməz. Siz sözün şahlanəsiniz. Sağ olun. Elə Gəlgül xanım, sizi də təbrik edirəm. Güllü xanım, çox sağ olun. Minnətdarım. Çok sağ olun. Teşekkür ederim. Size kurban olum ay elim günüm. Sağım güller açtı sol ne güzeldi. Seyrine dalmışam bu güzelliği. Açtığım bu kanat kol ne güzeldi. Kalbim bu alemin her bucağında. Ateşe dönmüşem gür ocağında. Havalı könlümün bu şen çağında. Dillenen sazında tel ne güzeldi. Mərifət var oğlunda, qızında, sədaqət var çörəyində, duzunda, ləyaqət var insanların özündə, güllü mehman olan, el nə gözəldir, başına döndüyür, el nə gözəldir. Var olun mənim əzizlərim, şeir yazmaqla deyil, onun üçün bacarın, mən özümə görə demirəm, şairdən gözləyirlər ki, şair bir şeir desin, şairdən çıxıb şeir deyir. Rəhmətli Oktay Rıza bir gün televiziya verilişində dedi ki, mən mahnı oxuyacağım. Aparıcı dedi, Oktay müəllim, necə olursan mahnı oxuyursan? Deyir, səhərdən aşıqlar şeir deyir. Bizim haqqımızı əlimizdən alırlar. İndi mən də mahnı oxuyacağım. İndi ona görə də şairlər şair kimi, müğənnilər müğənni kimi iştirak eləsə, çıxış eləsə daha gözəl olar. İndi isə Elbəyi Salmanlı buyursun. Elbəyi Salmanlı, buyurun. Mən həqiqətlə Üzə qəzetinin baş redaktoruyam və Nəsib müəllimin demək olar ki, bizim qəzetin hər nömrəsində yazısı gedir. Yaradıcılığına bələdəm. Və bir dəfə Nəsib müəllimlə, yəni dəfələrlə söhbətimiz olub. Bu günləri bədi ədəbiyyat, ədəbi tənqidsiz təbii ki, inkişaf eləyə bilməz. Bunu hamınız bilirsiniz. Və Nəsib müəllimə də mən demək olar ki, əsərlərin hamısını təhlil edir. Və xahiş elədim ki, Nəsib müəllim, belə böyük savad sahibisiniz. Yaxşı olar ki, ədəbi tənqidə də yer ayırardınız. Amma Nəsib müəllim açıq etiraf elədi ki, nəysə bizim bəzi şairlərimiz və yazıçılarımız
ədəbi tənqidi xoşlamır. Ya bu tənqid eləyəndə onların bu xoşuna gəlmir. Amma bu hətta belə olmamalıdır. Çünki bədi ədəbiyyat ədəbi tənqidsiz mümkün deyil, inkişaf eləyə bilməz. Mən Nəsib müəllimə can sağlığı arzu edirəm, yaradıcılıq uğurları arzu edirəm. Hesab edirəm ki, onunla bizim əməkdaşlığımız davam eləyəcək və sizə də dəyərli yazıçılarımız, şairlərimiz, hər birinizə yaradıcılıq uğurları arzu edirəm və xahiş edirəm ki, ədəbi tənqid olsa, heç kim inciməsin. Çünki bədi ədəbiyyat ədəbi tənqidsiz inkişaf eləyə bilməz. Sağ olun, var olun, uğurlar olsun sizə. Sağ olun. Təşəkkür edirəm. Ziyafət Tovuzlu buyursun. Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Hər biriniz ürəkdən salamlayıram. Tanıdığım, tanımadığım gözəl insanlar, hamınızı sevdiyim insanlarsınız. Nəsib müəllim haqqında o qədər gözəl sözlər deyildi ki, mən bütün bu gözəl sözlərin hamısına qoşuluram və bu gözəl insanın, gözəl qardaşın o qədər böyük ürəyi var ki, hamıya təmənnasız xidmət edir. Hörmətli Nəsib müəllim, sizi səmimi qəlbdən təbrik edirəm. Qələminiz həmişə yazar olsun. Sizə çox böyük hörmətim var. Allah razı olsun sizdən. Mənim də şeirlərimi təhlil eləmişsiniz. Çox sağ olun. Səringül xanım. Özü sadə, sözləri mürəkkəb xanım. Siz də təbrik edirəm. Ziyafət xanım az yazır, naz yazır, gözəl yazır. Sağ olun, var olun. Təbrik edirəm hər ikinizi. Eldar müəllim Elli buyursun. Hamınızı salamlayıram, xoş gəlmişsiniz. Cənubdan bir günəş doğdu. Bizim hamımızın üstündən şəfəqləri eyni dərəcədə saldı. O Abid müəllim idi. Bizim çoxumuzun heç kim tanımırdı. İlk rəy yazdığı adamlardan biri də mən olmuşam. Yazdığımız şeirlərin o gözəl, şeirə gəl çörəyə bənzətsək, onun üstünə bal yaxıb oxuculara verən bax bu şişidir. Həqiqətən də onun yazılarını özdə üzr istəyirəm, bəzən yazılar zəif olurdu. Ona elə bəzək vururdu ki, adam istəyirdi dönədən oxusun. Gözəl qələmi, gözəl söz ehtiyatı, söz bazası var. İcazə versəniz, öz şeirimi birini oxuyaram. Oxuyub, oxumuyum. Vaxt az ola bilər. Açılma, nə olar? Açılma, nə olar ayaz çiçəyi? Ağ-ağ ölümlərin bəyaz çiçəyi. Allanıb gəlirsən yaz havasına, sən hardan biləsən namərd dünyada kimlər qol oynadır söz havasına. Sən hardan biləsən, nədən biləsən, yağış hardan yağır, gün hardan çıxır, güllə yağışından, güllə səsindən harda çiçəklərin yuxusu qaçır. Qorxudan dünyanın bəbəşlərində, lap elə dünyanın göbəklərində körpə çiçəklərin yuxusu qaçır. Açılma, nə olar ayaz çiçəyi, açılıb günaha batma, nə olar, ilahi bir eşqin yanaqlarında bir layla səsinə yatma, nə olar. Açma gözlərini qaranlıqlara, naşam torpaqlara, nakam yurdlara, şəhid şəhərlərə, viranlıqlara, sevgidən doğulur, ölür sevgidən. Hələ doğulmamış qız baxışların, ölür bal süzülən dodaqlarında, gül açıb danışan söz baxışların, dəyişir dünyanın rəngi günbəgün. Günahı Tanrının yıxır boynuna, bu dünya tümbətün, insan tümbətün. Açılma, nə olar ayaz çiçəyi, ağ-ağ ölümlərin bəyaz çiçəyi. Güllə səslərindən qulaq tutulur, hələ ki havada qan qoxusu var. Qorxudan dənizin rəngi ağarır, dağların döşündə bulaq quruyur. Dünya məzar-məzar çiçəkləyir hey, torpağa qarışan son can qoxusu var. Qədrini bilən yox, dərdimə ortaq, Tanrı sülh məramlı göndərməz daha. Bircə insan ucuz, hər şey çox baha, güllələr havada qan qusur indi, şəhid məzarları şirin yuxuda. Dünya yuxuları tərs yozur indi. Qanına bələnib qar çiçəkləri, daha baxışlar da üşüdür məni. Fəsillər rəngini dəyişir hər gün, isti yağışlar da üşüdür məni. Dəyişir dünyanın rəngi günbəgün. Günahı Tanrının yıxır boynuna, bu dünya tümbətün, insan tümbətün. Açılma, nə olar ayaz çiçəyi, açılma, nə olar ayaz çiçəyi. Sağ olun. Bu kitabımı Nəsib qardaşı təşəkkür edirəm. Məlahət Sahib qızı buyursun.
Çox sağ olun, təşəkkür edirəm. Hamını salamlayıram. Mən Nəsib müəllimin haqqında çox söz eşitdim. Bugün məndən daha gözəl sözlər dedilər. Amma mən Nəsib müəllimə bircə sual vermək istəyirəm. Onun o kiçik köksündə, o dünya boyda ürək necə sığışıbdır? Necə sığışır, bu qədər insanları o orada yerləşdirə bilir? O sözləri hardan alır? Nəsib müəllim mənim bir neçə şeirimi təhlil edibdir, bir neçə. Mənim kitabıma da ön söz yazıbdır. Eşitmədiyim, bilmədiyim sözləri Nəsib müəllimdən eşitmişəm. Mən Nəsib müəllimə minnətdaram. Nəsib müəllim, sizi təbrik edirəm. Allah sizə can sağlığı versin. Daha gözəl, daha böyük olsun ürəyiniz. Sizin o boyda, dünya boyda ürəyiniz var. Mən sizə minnətdaram. Güllü xanım, çox sağ olun. Təşəkkür edirəm. Təşəkkür edirəm, çox sağ olun. Aləmzər xanım İlay buyursun. Salam hər birinizi. Xoş gördük burada. Tanıdığım, tanımadıqlarım hamısı söz insanlardır. Bir araya yığışmışıq bugün. Nəsib müəllimin bugün gözəl bir günüdür. Mən burada Nəsib müəllimi söz xeyirdarı deyərdim. Çünki Nəsib müəllim insanlara o qədər gözəl yanaşır ki, öz ürəyində olan incəlikləri ilə sözləri xırdalayır, sanki bir tərif deyir bizə. Biz təqdimatları oxuduğumuzda Nəsib müəllim bizi sanki içimizi oxuyub, onu gözəl şəkildə təhlil edirdi. Nəsib müəllim, mən sizi təbrik edirəm, uzatmaq istəmirəm, çünki burada çox gözəl danışdılar. Burada Sərgül xanımı da təbrik edirəm, onun da bugün gözəl günüdür. Hər birinizə yaradıcılığınızda uğurlar diləyirəm. Axarlı olsun inşallah. Minnətdarım. Çox sağ olun. Alıcan İskəndərli buyursun. Dostları, hamını salamlayıram. Nəsib müəllimlə mən çoxdan tanışam. Eyni cəbhədə çalışmışıq, müəllim yoldaşı olmuşuq. O da filoloqdur, mən də filoloqam. Nəsib müəllimi mən ona aid yazdığım şeirimlə təbrik edəcəm. O dağlar oğludur. O dağlar oğludur, doğulub dağda. Nə qədər yollardan keçibdir Nəsib. Parlaq zəkası ilə, alın təri ilə, elmin çeşməsindən içibdir Nəsib. Alim olmayıbdır o birdən-birə. Arı tək kitabdan toplayıb şirə. Şöhrəti yayılıb nə qədər yerə. Filoloq aləmi seçibdir Nəsib. Dostlar yaxşı bilir çəkdiklərini, kağıza zəhmətin tökdüklərini, yuxusuz gecədə əşdiklərini, iti qələmi ilə biçibdir Nəsib. Baxıb, seyr eləyir dünyanın köçün. Haqsızlıq göynədir qəlbinin için. Əks edən aynadır yazarlar üçün. Günəş tək nurunu saçıbdır Nəsib. Günəş tək nurunu saçıbdır Nəsib. Təbrik edirəm. Yazışı, jurnalist Mehriban xanım Əmrəlayeva buyursun. Salamlayıram həmkarlarımı, yazışı jurnalistləri, şairləri və salamlayıram burada səbəbkar olan təqdimat mərasimi ilk dəfə kitabları təqdim olunan Abid müəllimi, Nəsib Abid müəllimi, Güllü xanıma da təşəkkür edirəm, mənə söz verdi. Səringül xanımı da təbrik edirəm, bir kitabda ikisi yer alır Nəcəlabi bir yerdə. Səringül xanımı mən Facebook səhifəsindən çox gözəl tanıyıram. Onun bayatılarına maraqla dinləyirəm, oxuyuram. Nəsib Abidi də təzə tanıdım. Sevindim ki, belə bir adamla tanış oldum. Məlahət xanıma təşəkkür edirəm. Məni dəvət elədi. Bugün o kitabımızın, Zəfər Ədəb Məclisinin Zəfər kitabında yer almışam. O məqaləmlə əlaqədar bu kitabı mən... Yəni ki, mənim nədir vəsilə oldu sizi tanımaqda. Ona görə Məlahət xanıma da təşəkkür edirəm. Amma burada bu Səringül Sadənin bir şeirini oxumaq istəyirəm. Söz haqqında. Çox az, qısa bir şeydir. Söz deyərəm sözlərimi alana. Söz deyərəm qulaqlarda qalana. Söz deyərəm utanmaram, düz olsun. Düz olmaz. Söz deyərəm, şeytan məni qandırar. Söz deyərəm, öz canımı yandırar.
Söz deyərəm, sağalmayan iz qalar. Söz deyərəm, qayıtmağa üz qalar. Söz deyərəm, haqqa dönüb şər olar. Təşəkkür edirəm. Sağ olun. Bir daha təbrik edirəm. Züleyxa İbrahimli buyursun. Züleyxa xanım. Hamınızı xoş gördüm. Burada qəflətən neçə illər tanıdığım, amma heç vaxt üzünü görmədiyim Eldar müəllimi salamlayıram. Eldar Elinin bütün şeylərini bəlkə hər gün oxudum, amma heç vaxt görmədim. Nəsib qardaşımın hesabına bugün burada gördüklərimin hamısını salamlayıram. Mən Nəsib müəllimi necə tanıdım? Günün birində bacımın qrup yoldaşlarını axtarırdım. Bir də gördüm filolog müəllim Abid Nəsib. Bundan soruşdum ki, sizin illərdə Mənzər adlı qızla oxumamısınız? Belə diyandı, duruqdu. Qəfildən canlı danışırdıq. Venetkanı belə mənə göstərdi, bacımı göstərdi. Bacım cavan rəhmətə gelmişdi. Mən o gündən Nəsib müəllimə bacımın gözündən qalan deyirəm. Nəsib müəllim bir pirdir, bir ocaqdır. İnanın, hər gün mən onun deməli təqdimatlarını oxuyuram, həmişə də bir kəlmə də olsa sözümü deyirəm. Onun təqdimatı bir tədqiqat əsəridir. Gənc nəslə işıq saçan, elə bilginən onların ömrünə ömür yazan və yazmağa cəlb edən bir insandır. Hər şairin dəyərini nə gözəl verir. Bəzən görürsən ki, bir dəfə bir qadın, tənha qadın şeirini oxudum onun təqdimatında və onu qiraətlə də oxudum. Amma o qədər ağladım ki, elə gözəl, həm təqdimat gözəl idi, həm şeir gözəl idi. Bax, Nəsib müəllim hər biriniz üçün mənə elə gəlir, çox dəyərlidir. Amma mənim üçün xüsusi dəyərlidir. Çünki mən öz qardaşımı tapmışam və bacımın gözündən qalanını tapmışam. Nəsib müəllim, başına dönərəm sənin. Bilirsən ki, mən səni nə qədər çox istəyirəm. Bilirsən. Fəxrəddin müəllimlə görüşdə ilk dəfə gəldi. Deməli, belə bir gün idi ki, biz 47 ildən sonra görüşməliydik. Mən Fəxrəddin müəllim qədər gelmişdim. Bir də gördüm, bizim uşaqların görüşünə Abid müəllimi də gəlib. Qoşuldu həmən o 100 nəfərin içərisində. Bizlə bərabər elə sanki eyni müəllimlərdən dərs almışıq. İstəyir Eldar Elli, istəyir Fəxrəddin müəllim, Abid. Eyni müəllimlərdən dərs almışıq. Eyni qaynaqdan elə bir qaynaqlanmışıq. Sən pirsən və o pirə mən həmişə başa əymişəm. Başına dönərəm. Sağ olun, təşəkkür edirəm. Sağ olun, var olasın. Çox sağ olun, Bağışlayın siz Allah. Bugün bu tədbirdə Neftçaladan qonağımız var, Gülnarə xanım buyursun, gəlsin. Elə dünən sırağa gün. Biz Neftçala rayon icra hakimiyyəti ilə bərabər Kəlağaya günləri 2025 layihə çərçivəsində möhtəşəm tədbirimiz oldu. Buyurun. Salam, Nəsib müəllim. Salam, hər birinizi salamlayıram. Mən üçün biraz çətindir çıxış eləmək. Nəsib müəllimin xüsusi dəvəti ilə gəlmişəm Neftçaladan. Həm də kitab demişdiniz, o da gətirmişəm. Çox danışmayayım, hamınızın Nəsib müəllim haqqında dediyi sözlərə mən də qoşuluram. Mən də onu çox gözəl insan kimi tanıyıram. Elə bir kəlmə şeirimi deyim. Heyf dünyamıza gec başa düşdük. Fürsətlər tarimar olar, bilmədik. Əldən çıxıb getdi gənclik illəri, sevib sevilməyin dadını bilmədik. Başımız qatışdı dünya malına, tox yaşayaq deyə gəldik oyuna. Tərtəmiz duyğuyla eşq yaşayana,
Yüngüldür, axmaqdır, arsızdır dedik. Başımız qarışdı övlad eşqinə. Dedik bundan başqa sevgi daha nə? Sonra tək qalanda baxıb özünə, yatmış duyğuların qalxar, bilmədik. İnsanı var edən arzular imiş. Ən uca zirvədə duyğular imiş. Sevgini gizlədən qayğılar imiş. Bir gün sevgi üzə çıxar, bilmədik. Yaş ötsə dünyanın tanısan belə, duyğular sinəndə yurt salar demə. Sevgisiz illəri düzəndə ömrə, peşmanlıq şimşək tək çaxar, bilmədik. Sevgi zamansızdır, qoca ya cavan. Yaş ötür, il keçir, yaşlanır insan. Tək duyğun olacaq, bil sənə qalan. Qəlb sevgi əsiri olar, bilmədik. Çox sağ olun. Mənim əzizlərim, bizə işarə edirlər ki, biz artıq vaxtımızı keçmişik. Çox xahiş edirəm, dönə-dönə. Tədbirdən sonra heç kəs mənə yaxınlaşıb deməsin ki, mənə niyə söz vermədin. Mənim bura ata ocağım olsa, saat 7-yə qədər burada hər kəs öz sözünü deyər. Gəlişiniz bir şərəf oldu. Gəlişiniz bir ehtiram oldu. Hər birinizə bir təşəkkür edirəm. Nəsib Abid üçün də xoş bir gün oldu. Zəhmətlə araya ərsəyə gətirdi, təhlillərini ortaya qoydu. Yenə də deyirəm, tədbirlərə gedəndə yerimizi bilək. Mənə söz verin, bu kəlmə şairi çox ucuzlaşdırır, mənim əzizim. Hamınız dəyərlisiniz, ancaq 20 nəfər üçün yer var. Bunu xahiş edirəm, nəzər alasınız, gəlişiniz üçün var olun, Nəsib Abid. Sizi bir daha təbrik edirəm, çox sağ olun, var olun. Yarım saat vaxtımız var, şəkil çəkdirə bilərsiniz, söhbət edə bilərsiniz, ondan sonra buranı biz təhvil verməliyik.